Qonağımız əməkdar jurnalist Fikrət Adgözəllidir. Fikrət müəllim, xoş gəlmisiniz. Çox sağ olun, xoş vaxtınız olsun. Bizim üçün çox xoş oldu ki, sizin kimi xarifi şəxsiyyət bizim qonağımızdır. Çox sağ olun. Mən sizin verilişə ilin əvvəlindən bələd olmuşam, tanımışam. Yəni çox gözəl, amma eyni zamanda da çox çətin, məsuliyyətli bir işə başlamısınız. Və düşünürəm ki, indiki məqamda bu çox lazımdır. Çünki Azərbaycan dilinin normalarına riayət, nəzarət getdikcə azalır. Bugün danışacağıq Azərbaycan dilinin Azərbaycanlılar arasında nə qədər aktual olduğundan. Hansı ki, biz bu dildən hər yerdə istifadə eləməliyik. Amma bəzən görürük ki, biz bundan biraz kənar qalırıq. Belə deyim, Azərbaycanlılar, bizim xalq, Azərbaycan dilini qoruya bilirmi? Qorumaq istəyirmi? Ən vacib amil məncə budur. Qoruya bilməkdən əlavə qorumaq istəmək lazımdır ki, biz bunu qoruya bilək. Hazırda Azərbaycan dilinə normalarını, xalq arasında, istər televiziyada, istər digər sahələrdə, istər məişətdə Azərbaycan dili nə qədər qorunur? Ana dilimizə nə qədər, normalarına nə qədər riayət edirik? Bəli, Azərbaycanlılar öz dillərini qorumağı çox sevirlər. Bizim millət əgər öz dilini qorumasaydı, elə Fars imperiyası, Rus imperiyası dövründə bizim dilimiz tamam sıradan çıxıb gedə bilərdi. Rus imperiyası dövründə Azərbaycan xalqı öz dilində danışırdı. Yəni ona tutaq ki, məsələn, stena sözünü deməyə ehtiyac yox idi. Divar sözü var, hasar sözü var idi. Yaxud da ki, tetrad deməyə ehtiyac yox idi. Dəftər sözümüz var, kniqa deməyə ehtiyac yox, kitab sözümüz var. Yəni konkret bu artıq xalqın düşüncəsində, onun leksikonunda öz yerini tapıb o bir söz var idi, sementlənib. Yəni bunu əvəz eləməyə heç bir ehtiyac yoxdur. Amma indi bununla bağlı bəli, müəyyən problemlər yaranmaqdadır. Və yeri gəlmişkən deyim ki, bu barədə ilin əvvəlində səhv eləmirəmsə, Azərbaycan prezidenti İlham Əliyev də çox kəskin fikirlər söylədi və bildirdi ki, dilimizdə hazırda efirdə ən çox sözləri işlədən jurnalistlərdir. Və jurnalistlər də bunun qarşısını almalıdır. İlk növbədə onlar bu normalara riayət eləməlidirlər. Nə qədər riayət eləyirik, bunu artıq mən deyə bilmərəm. Yəni burada mən heç kimə resept vermək fikrində də deyiləm. Sadəcə olaraq bu problemi birlikdə münasibətimizi bildiririk. Burada mən heç kimə mühazirə oxumaq fikrində də deyiləm. Heç kimə dərs deməkdə estağfurullah fikrim yoxdur. Ancaq sadəcə olaraq məni düşündürən bəzi məqamlar var ki, onları da həm sizin, həm də sizin verilişin tamaşaçılarının diqqətinə çatdırmaq istəyərdim. Fikrət müəllim, sizə misal olaraq baş gətirdiniz Azərbaycan dili. Azərbaycan çox millətli ölkədir. Bəli. Eyni zamanda deyə bilərik ki, bu millətlərdən təbii olaraq da hər millətin özünə məxsus dili var və çox dilli də deyə bilərik Azərbaycana. Ölkəmiz çox dillidir. Çox mehriban, bəli, bir vahid ailə kimi bir yerdə yaşayan millətlər. Tarixində belə olub. Əvvəllər məsələn ərəb dili nüfuz edib bizim dilə təbii olaraq, orta sırada fars dili nüfuz edib. Daha sonra Rusiya imperiyası, sonra SSR dövrü rus dilini nüfuz etmək çox təbii haldır. Bu qədər imperiya şəraitində yaşamış bir xalq öz dilini qoruyur. Amma müstəqil olandan sonra mən düzdür, Sovet dövrünü görməmişəm, siz Sovet dövründə yaşamısınız. Mən belə düşünürəm ki, Sovet dövründə Azərbaycan dili daha çox qorunurdu. Daha çox riayət olunurdu bu dilə. Çünki rus dili ilə Azərbaycan dili fərqli dillər. Bir qədər əvvəl dediyim kimi, tamam fərqli dillərdir bunlar. Və rus dilindən də hər hansı bir sözü götürüb yamaq eləməyə ehtiyac yoxdur. Bunu heç kim tələb də eləmirdi. Sadəcə olaraq o vaxt rus dilində danışmaq çox gözəl bir dəb idi. Mən sizə deyim, rus dilini bilmək lazımdır. Ancaq ki, bu dildəki o sözləri gətirib Azərbaycan dilinə yenə deyirəm, yamaq eləməyə heç bir ehtiyac duymuruq. Məsələn, adicə bir söz deyim sizə, bu yaxınlarda ən çox işlənən bir sözlərdən biri. Bütün kanallarda, bütün radyo dalğalarında işləyən performans, özü də ki, çox belə kobud da səslənir.
Adicə bir nümunə deyim. Mən çox nümunələr gətirmişəm burada. Hətta bizdə redaksiyada uşaqlar baxanda deyir ki, müəllim bu monoqrafiyalıq bir mövzudur. O qədər sözlər var. Mən bir nümunəsini deyim də, performans sözü. Performans ingiliscədə performans tamaşa deməkdir. Yəni teatr tamaşası, səhnə tamaşası. Biz bunu indi görün haraları da aid eləmirik. Burada yazılıb. İç geyimi. Bu nə deməkdir? Türkiyə dilindən keçib. Alt paltardır da. Tutaq ki, market. Nə deməkdir market? Bizim dükan sözümüz var, mağaza sözümüz var. Çox gözəl belə mağaza. Bilirsiniz, mən birini qoyum, o birinə gedim. Əgər söz Samit, Sait, yaxud da Sait, Sabit ardıcılığı varsa, poeziyada oradan başlayır. Mağaza. Samit gəlir, Sait gəlir, yenə Samit, yenə Sait. Belə bu cür ardıcılıq o dilin musiqiliyinə gətirib çıxardır. Azərbaycan dili həm poetik dildir, həm də musiqili dildir. Bunu vaxtilə bizim ölkəmizə səfər eləyənlər, bu səyyahlar da deyiblər ki, bu nə gözəl, şirin, musiqili, poetik dildir. Əgər Avropada fransız və ingilis dilləri nə qədər mühüm, vacibdirsə, nə qədər gözəldirsə, şərqdə Azərbaycan dili o qədər də gözəldir, o qədər də poetik. Sizcə Azərbaycan xalqının, xüsusilə gənclik, gənc nəsil bunu dərk eləyir, başa düşürmü? Bilirsiniz, bütün bunlar, mən deyim, çox dərin problemlərdir. Bunların da kökü mən fikirləşdiyimə görə, mənim təsəvvürümə görə hazırda həmin o sosial şəbəkələrdən irəli gəlir. Bizim gəncliyimiz çox gözəl gənclikdir. Çox gözəl bizim oğul qızlarımız, övladlarımız var. Mən elə bircə dənə 2-ci Qarabağ müharibəsində onların şücaətini göz önünə gətirib deyirəm, bəli, bizim gəncliyimiz bizim qürur mənbəyimizdir. Ancaq o dil məsələsinə gələndə, bəli, sosial şəbəkələrdə onlar qətiyyən buna nəzarət eləmirlər. Bir-birinə nə gəldi, necə gəldi, öz fikirlərini ifadə edirlər, tam sərbəstdirlər və oradakı o məişət dili də tədricən bizim efirlərə yol tapır. Bizim şəxslərin böyük əksəriyyətini, açıq deyim, dinləyəndə yorulurum, istər-istəməz yorulurum. Çünki dil normalarını qoyaq kənara, hələ başqa mövzudur, norma başqa mövzudur. Ötən dəfə bir dəfə şəxslərdən biri hansı oyunda xatırlamıram. Oyunculardan biri saç rəngi bozdu. Efir etikası deyilən bir şey var. Sən efirdə istədiyin kimi rahat şəkildə özünü ifadə edə bilməzsən. Çünki səni xalq istəyir. Sən açıq şəkildə, ictimai şəkildə yayımlanırsan və Azərbaycan xalqının hər bir şəxsi bunu izləyə bilər. Və əlavə eləyim ki, hər bir şərhçinin xüsusi statusu var. O da nədən ibarətdir? İctimai rəyə təsir göstərmək. Buna fikir vermək lazımdır. Bir növ yönləndirici xarakter daşıyır məsələn. Şərhçi deyir ki, indi bilmirəm o niyyətlə dediyi deməli. Məsələn, bozbaş topu qəbul etdi. Sonra gülərək deyir ki, mən bozbaş deyəndə yəni saçın rəngini nəzərdə tutmuşam. Yəni saçının rəngini nəzərdə tutmusan öz yerində. Sadəcə saçı bozdu, boz rəngli, məsələn, onu ifadə eləmək istəyirsənsə, boz saçlı futbolçu, oyunçu topu qəbul etdi, topu ötürdü. Bu cür ifadədən istifadə edə bilərsən. Niyə sırf bozbaş sosial medianın gücüdür də? Sosial mediada reyting qazanmaq üçün istifadə olunmuş sözdür. Sonra çox misal gətirmək olar. Eşitməmişəm o ifadəni. Bu yaxınlarda olmuş. Bozbaş demək olar hardasa. Bunu hardasa başqa məna verir. Bozbaş, amma burada tamam başqa mənaları da var. Bunu nəzərə almaq lazım. Yəni çalsaç deyə bilərsən, şal saçlı deyə bilərsən. Saçları bunun rəngi bozub. Nəsə amma bozbaş bu artıq bilirsiniz bir lağlağı təsiri bağışlayır. Çoxdur belə misallar çox digər şərhçi var. Məsələn, Osimhen sözü futbolçudur da, Nigeriyalı futbolçu. Azərbaycan dilində Osimhen deyə keçib. Çünki bizim dildə H hərfi var. H səsi var. Amma Osimhen deməyə sən məcbur deyilsən, deməməlisən də efirdə. Çünki sənin dilində bu söz Azərbaycan dilində Osimhendir. Niyə o məsuliyyəti özündə hiss eləmirsən ki, mən efirdəyəm və ictimai qınaq ola bilər. Normalları qoyduq kənara, riayət eləməyi qoyduq kənara. Çünki bilir, insanlar bilir bunu. Sözün tələffüzünü bilir. Məsələn, 5 nəfər bilmirsə, 3 nəfər bilir.
İctimai qanaqdan niyə qorxmur? Və Bu nümunə bizim- də var ki, insanlar televiziyanı nümunə göstərir də. Məsəl üçün deyəndə ki, bu sözü niyə işlədirsən? Deyirlər filan kanalda filan kəs bunu dedi. Hə. O deyirsə deməli olar da. İstiqamətlendirici Mən- kanal da. Bir qədər də irəli gedək. Adicə bir nümunə deyim. Təbrizdə, İranda bizim nə qədər soydaşımız yaşayır, milyonlarla. Onların öz dillərində nə mətbuatı var, nə qəzeti, nə televiziyası, nə radiosu. Təhsili də yoxdur. Təhsili də, məktəbi də yoxdur. Amma dillərini qoruyub saxlayıblar. Və biz orada səfərdə olanda maraqlanırıq. Bəs bu necə mümkün olur? Siz axı körpə uşaqdan tutmuş ağsaqqalına qədər hamısı Azərbaycanda elə şirin, elə gözəl də danışırlar ki, dedi, qardaş, biz Azərbaycan radiosuna qulaq asırıq. Bu həmin o dediyiniz məqama qayıdıram. Görün, efirin təsiri nə qədərdir? Efirin rolu nədən ibarətdir? Bütöv bir məkanda soydaş, milyonlarla soydaşımızın dilini saxlamağa efir kömək edir. Bunun sayı, gör indi bunun gücü nə qədərdir. Bax, sizin dediyiniz o bayaqki sözə qayıdım. Deyirsiniz ki, nəyə görə? Bozbaş sözünü deyirsiniz. Bunu, məsələn, Facebookda mı, Instagramda mı, ya öz aralarında sosial şəbəkələrdə deyə bilərsiniz, deyin, gülün, nə qədər istəyirsiniz, öz işinizdir. Və bilirəm ki, elə də olub. Nə vaxtsa, hardasa olub. Və indi onu efirə daşıyırlar, mətbuata daşıyırlar. Çünki nəzarət yoxdur. Həmin adamları bir ay şərhdən kənar eləsə, yaxud hər hansı bir başqa bir inzibati cəza versə, o ibrət dərsi götürər və gedib başlayacaq oxumağa, öyrənməyə ki, niyə bunu demək olar, niyə bunu demək olmaz. Yəni, bir balaca özlərində çalışmaq lazım. Bilirsiniz, mən bəzən bizim gənc şərhçilər, gənc jurnalistlər efirə hazırlaşanda bir məsləhət görürdüm onlara ki, siz efirə hər hansı bir reportaja hazırlaşırsınızsa, elə hazırlaşın ona ki, elə bil bu sizin birinci, eyni zamanda sonuncu reportajınızdır. Amma siz hər dəfə, həftədə 2-3 dəfə hər hansı bir reportaja gedirsinizsə, sizin üçün adiləşəcək bu. Ona imkan verməyin. Həmişə məsuliyyətlə yanaşın. Həmişə öyrənin. Həmişə axtarın, neysə tapın, çıxarın. Bilirsiniz, o reportajlarda o qədər həmin o dediyim sosial şəbəkələrdən ifadələr gəlib efirə dolub ki, indi onları çıxarmaq, mən baxıram belə, çox müşkül bir məsələyə çevrilir. Və illər ötdükcə də mən görürəm ki, bu üstünə gəlir, azalmır. Və elə bu məqamda mənim bir Türkiyəli bizim həmkarlarımızla, onlardan təcrübə mübadiləsi aparanda bizim kanala gəlmişlər, İdman kanalına. Və çox maraqlı bir fikir söylədilər ki, sizin indiki vəziyyətiniz bizə 50-ci, 60-cı illəri xatırladır. Yəni özlərininkini, öz Türkiyədə efirini xatırladır. Nəyə görə? Biz o vaxtdan spikerlərimiz, onlar şərhçi deyirlər spikerlərə və elə bu sözün özünə görə. Spiker parlamentin rəhbərinə deyilir, yaxud spiker danışana deyirlər. Amma şərhçi tamam başqa şey. Spiker, elə bu sözün özü də türk dilinə hardan düşüb, necə düşüb, indi bu onların öz işidir, mən onu qarışmaq istəmirəm. Və o vaxt deyirdilər ki, bizim dilimiz bu spikerlərin hesabına tamam belə sıradan çıxdı deyək, ya nə qədər əcnəbi, yamaq sözlər gəldi bizə, yabancı sözlər gəldi və tamam dilimiz korlandı. Siz isə deyir, təzə başlamışsınız. Müstəqillik dövründə artıq nə qədər ki sərbəstlik verilib sizə və sizin spikerlər də artıq başlayıblar. Siz indi bunun üstünə düşməlisiniz. Bunu onlar da hiss edir. Bunun üstünə düşməlisiniz, özləri də hiss ediblər, bəli. Çünki görürlər də, biz də onlardan götürürük bəzi sözləri. Bizim şərhçilər də bəzən onlardan götürürlər sözləri. Stopper sözü məsələn işlədirlər, stop. Santrafor. Müdafiəçi qala. Flankəsin şutu. Ay başınıza dönün, bu türk sözü deyil. Faul. Faul.
Fol da demir, faul. Faul deyirlər. Nə bilim, o qədər bunların dillərində də korlanıb ki, düz dildə adam baxır, ona da təəssüflənir. Bəli. Bizim qardaş türk xalqının dili belə olmamalıdır. Nəysə, dedik ki, yəni indidən düşün bunun üstünə. Əgər indi olmasa 50 ildən sonra siz də görəcəksiniz ki, dilinizdə nə qədər qarşısı alınmaz problemlər var. Fikrət müəllim, bir ara yadınızdadırsa, mənim uşaqlıq vaxtlarıma düşür. 2-ci, 3-cü sinifdə oxudum. Təxminən 2010, bəlkə də biraz əvvəl sonra bu kabel televiziyaları dəbdə idi də. Hər evdə demək olar ki, olurdu. Bizdə, mən uşaq yaşlarımda evdə çox deyirdim də valideynlərimə ki, bizdə də olsun. Olmurdu da o. Bilmirəm səbəbi nə idi, maddiyyat və ya olmurdu. Mən də pis olurdum ki, uşaqlar hamısı bu Türkiyə kanallarına baxır, cizgi filmlərə, mən baxa bilmirəm. İndi şükür edirəm ki, heç yaxşı ki də olmayıb. Təsəvvür edin ki, mən dostlarımla danışıram. Məsəl üçün kadro sözünü işlədir. Mən də öz fikrimi bildirib heyət deyirəm. Görürəm 3-4 dənə gülüş emojisi atıb orada. Deyirəm ki, niyə gülürsən? Heyət sözünə gülür ki, deyir ki, deyir biz efirdəyik ki, heyəti nədir? Yaxşı, dedim heyətin əvəzinə yenə bayaq biz ruslardan danışırıq. Cəhənnəmdə haqq qazandırmıram. Sastav deyənlərə başa düşdüm. Müəyyən o keçib gedəcək. Yaxşı, bəs bu kadro hardan çıxdı? Sizcə o kabel televiziyaların o dəbə minməsi də belə deyək. Buna dilimizə nüfuz eləməyinə səbəb olur. Ola bilər. Yəni o da istisna deyil. Uşaq vaxtı erkək yaşlarında beyin tamamilə tərtəmiz olur. Və ona hansı toxumu atdınsa, söz də bir toxumdur da. O da beyinə yazılır. Onu atdısa, o sementləndirsə orada, özdə yer elədirsə, onu sonradan çıxartmaq olmayacaq. Belə bizim öz kanalımızda siz də Allah'a şükür bir yerdə işləyirik, dəfələrlə bu barədə söhbətlər eləmişik. Elə uşaqlardan bəziləri deyir ki, Fikrət müəllim, bilirəm, deyəcəksiniz, bu sözü işlətmək olmur. Amma danışan kimi birinci bu söz gəlir. O gəlir. Çünki bu mənim beynimdə artıq özünə kök salıb. Bunu çıxartmaq üçün, məsələn, adicə bir sözü deyim, hoca sözü. Bəzən işlədirdilər ki, Qurban hoca. Ən çox da ona aid eləyirlər. Əzizlərim, Qurban müəllim, yaxud da baş məşqçi Qurban. Yəni bu hoca sözü hələlik bizim dildə bilmirəm, özdə təzə yer eləməkdədir. Ona görə bəzilərinə qəribə gəlir. Elə sözlər var ki, türk dilindən və ya xarici o birisi dillərdən çox gözəl bizim qrammatikamıza, semantikamıza, ifadə tərzimizə uyğun gəlirsə, biz niyə bunu deməyək? Məsələn, gündəm sözü. Biz bunu türklərdən götürmüşük. Gündəm, çox gözəl. Durum necə Fikrət müəllim? Durum, mən qəbul edirəm. Vəziyyət, hələ ki, rəhmətli Valid Sənaniyə bir dəfə yaxşı sual vermişlər. Təzə-təzə müsahibəyə başlayıb, biz də baxırıq. Salam Valid müəllim, xoş gördük. Necəsiniz? Durumunuz necədir? Bu da belə əyri-əyri baxdı bunlara ki, durumum bilmirəm necədir, amma oturumum çox yaxşıdır. Yəni bu da buna lağ elədi ki, bu nə sualı verirsən mənə? Bizim sözümüz var da, vəziyyət sözümüz var da. Burada yenə də gəl buna bax. Hərdən deyirik, yaman çox kilo almışam. Efirə gedir bu. Kilo vermişəm. Kilo, bəs getdim idmana, nə qədər məşq elədim falan, nə qədər 7 kilo verdim. Hara verdin kilo? Ya qəssablıqdır, ya nədir bu? Bu Türkiyədə kəsib verirsən. Kilo vermək, arıqlamaqdır, çəki atmaqdır. Kilo almaq, kökəlməkdir, çəkimin artması deməkdir. Kilo vermək. Sonra sənin bu sözündən sonra mənim beynim error verdi. Gəlin, indi siz bu fikri başa salın sizin ekran qarşısında o əyləşən ağsaqqallarınıza, ağ bir şeylərinizə ki, ay anam, ay nənəm, ay babam, error budur ha, sən bunu səhv başa düşməyin. Olmaz. Dili bu qədər zibilləmək oldu. Konkret mən bu sözə görə istəyirəm. Dili korlamaq yox. Axırı gəlib çünki biz zibilləmişik dilimizi. Nə qədər zibil var bizim dilimizdə. Parti. Mən sabah gələ bilməyəcəm, bizim partimiz var. Bu nə deməkdir? Yığıncaq. Like. Sonra sən nahaq ona şiddət göstərdin. Şiddəti necə göstərmək olar? Şiddəti necə göstərmək olar?
sən nahaq ona təzyiq elədin. Sən nahaq ona o şiddət göstərmək burada zorakılıq elədin. Yəni şiddət göstərmək tamam başqa şeydir. Ümumiyyətlə belə ifadə yoxdur. Yaxud adicə ən çox bu dəqiqə dildə işlənən sözlərdən biri. Deyəcəm, bəlkə siz də məhtəl qalacaqsınız. Bəlkə indi baxanlar da doğrudan belə bir Azərbaycan dilində, lüğətdə sərgiləmək sözü yoxdur. Sərgiləmək? Bəli. Amma sərgi var, hə? Sərgi var. Hələ ki lüğətdə bu söz yoxdur. Mən rast gəlməmişəm. Sərgiləmək feil yoxdur, sərgi olaraq. Sonra qalib ayrılmaq, bayaq dedim. Qalib ayrıldı. Hava mübarizəsində qalib ayrıldı. Ya nə bilim, meydandan qalib ayrıldı. Qalib ayrıldı nədir? Yapışmışdı, ayrılsın. Qalib gəldi. Bizim normal sözümüz var. Qələbə qazandı. Hansı ki, qalib gəldi demək daha asandır. Bəli, qalib gəldi demək daha. İndi həmin məqama gəlir. Hərdən mən belə baxıram, siz deyən kimi ki, bəs bayaq deyirsiniz, şərhçi filan sözü dedi, mən məhtəl qalım. Hərdən mən məhtəl qalıram ki, mən 46 ildir idman jurnalistikasındayım. Bu söz mən niyə ağlıma gəlməyib? Bu eybəcər söz. Mən niyə bunu işlətməmişəm efirdə? Hardan gəlir bu bunların ağıllarına? Hardan gəlir bu bunların dillərinə? Hardan düşür? Heç araşdırıram onu, baxım ki, bəlkə türk dilindən gəlir. Heç türk dilində də o söz yoxdur. Belə məhtəl qalması işdir. Siz də soruşursunuz ki, məndən niyə riayət elə birik? Bunu elə o adamın yaxasından yapışmaq lazımdır ki, ay bala, sən bu sözü hardan almısan? Hardan ağlıma gəlib sənin bu söz? Yaxşı, o adam bir şərhçidir. Deyək ki, onun yaxasından yapışdıq. O da bir istiqamətləndirici, ona da 100 nəfər baxıb. Amma ki, Azərbaycan xalqı milyonlarla üzvdən ibarət və milyonlarla əhalinin çox böyük hissəsi artıq öz dilini bir növ mutasiyaya uğradır. Bilirsiniz, mən hərdən indi biz öz kanalımızda digər həmkarlarımızla da o qədər əlaqə saxlamıram. Çünki başım öz işimə o qədər qarışıb ki, vaxt da yoxdur, imkan da yoxdur. Amma siz bəlkə də həmkarlarınızla yəqin müəyyən olaylarınız var. Siz soruşa bilərsiniz ki, bu sözü hardan almısınız? Siz məndən soruşursunuz ki, niyə elədim? Siz özünüz onlardan soruşun ki, niyə elədim? Onlar əsas göstərir ki, lüğətdə var. Mən dəfələrlə eşitmişəm. Bilirsiniz, lüğətdə olan, yəni belə başa düşürlər ki, istənilən sözü işlətmək olar. Lüğətdə bizim indi gəlin lüğətimizə çox müdaxilə eləməyək. Lüğəti də filoloqlar, dilçilər, alimlər tərtib edirlər və onlar da hər hansı bir termin kimi, hər hansı bir sahəyə aid olan söz kimi bunu bəli lüğətə daxil eləyirlər. Amma idman telejurnalistikasının, idman jurnalistikasının özünün sırf terminləri, o lüğətdə istifadə olunan sözləri var. İndi biz o lüğətdə o qədər sözlər var ki, onları da gətirək performans kimi yamayaq idman jurnalistikasına. Məsələn, mən bir söz deyim sizə, siz oturun fikirləşin ki, mən nə demək istəyirdim. Ronaldonun abandonundan sonra meydan sükuta qərb oldu. Bilinmir, isimdir, feildir. Abandon sözü bizim lüğətdə var. Gəlin, tapın görün bu nə deməkdir. Ronaldonun abandonundan sonra bu nə ola bilər? Və digər ifadələr də bunun kimi. Yəni o lüğətdə varsa, bunu götürüb biz öz dilimizə yamaq eləməyə düzgün deyil. Deməli o sözü işlətmək. O lüğətdə varsa, o lüğəti dilçilər, akademiklərimiz nəyə görəsə daxil eləyiblər. Bu o demək deyil ki, sən götürüb hökmən bu sözü efirə sırıyaq. Yəni. Belə bir misal gətirim Füzət müəllim. Deməli, məsələn, biz Sovet tərkibində olduğumuz müddət ərzində avtomobil texnologiyası da başda olmaqla texnologiyası inkişaf eləməyə başladı. Məsələn, Sovetdən əvvəl avtomobil terminlərinin yox idi, çünki avtomobil icad olunmamışdı. Təbii olaraq avtomobil ehtiyat hissələrinin adları da Sovet dövründən ruscadan keçib bizə. Bu çox təbii prosesdir. Çünki biz ehtiyat hissəsi istehsal eləmirik. Ehtiyat hissəsi nədir bilmirik. Avtomobil almışıq, məsələn, məsələn, Qalovka. Qalovka sözünün bəlkə indi bir tərcüməsi düşünülüb dilçilərimiz tərəfindən. Bu çox normal prosedurdur. Biz gedib ölkədəki bütün avtomobil ustalarına desək ki, mühərrik, başlayacaq bizə gülməyə. Bu bilmirəm, psixoloji problemdir, yoxsa onlar mı haqlıdır, biz mi haqsızıq? Məsələn, belə bir misal gətirim.
17-ci əsrdə Fransanın kralı 14-cü Louis olub. Louis olub səslənəcək. 14-cü Louis. Bunun üst çənəsində problem olur. R hərfini deyə bilmir. H deyir. Bildiyimiz kimi fransızlar hazırda R-ni istifadə edən H deyir. Parisə Paris deyir. Elexanda Paris. Bonjour. Bonjour deyirlər. O fransızlar o kral gəlincəyə qədər R səsindən istifadə Normal eləyirmiş. istifadə eləyirmiş. Xalq da bunun gözünə girmək üçün avtomatik olaraq buna müraciət edəndə H deyə müraciət edib. Hansı ki bu çünki R-ni istifadə edir. Oturub dildə. Və o dövrdən bu yana fransız dilində H səsi artıq R-ni əvəz eləməyə başlayıb. Bütün R-ları H ilə əvəzləyiblər. Bizdə də bu kölə təfəkkürünlə irəli gəlir bu sözləri qəbul eləyə bilməməyimiz. Çünki başqa nümunə gətirə bilmirəm. Bir insan nəyə görə öz dilində olan bir şeyi başa düşdüyü tərcüməsi yoxdur, aktiv şəkildə istifadə olunub, indiyə qədər istifadə eləmisiniz, amma doğru istifadə eləyənə heç olmasa gülməyin. Yalnız bu adam düzgün istifadə edir. Düzgün istifadə. Sən demagogsanmı? Sən bu nə deməkdir? Yox, o əgər sizə gülürsə, deməli o öz-özünə gülür. Sizə gülmür. Yox, gülmək problem deyil Fikrət müəllim. Məsələ odur ki, hər kəs belədir. Böyük əksəriyyət belədir. Qəbul edə bilmirik. Baxın, bir misal gətirim. Biz türk dilindən, Türkiyə türkçəsindən lazımsız sözləri rahatlıqla qəbul edirik. Məsələn, bayanı istifadə edirik. Sonra digər sözlər, çox söz var. Manita, aşağılamaq, manita. Bunu çox rahatlıqla qəbul edirik. Zorlanmaq. Problem yoxdur burada. Amma ki, rus dilindən keçmiş sözləri artıq öz dilimizlə əvəzləməkdə problem var. Niyə? Səbəb nə? Məsələ də adicə bir nümunə deyim sizə. Deməli, bizim bir verilişlərin birində, mətbəx verilişində, orada idmançının biri bir söz işlətdi ki, indi isə bax bu kartofu doğrayıb tökürük və bu pendiri götürüb rəndələyirik. Oxudum, başa düşmədim. Bu rəndə nə demək? Rəndənin bura nə aidiyyəti var? Və redaktordan soruşdum ki, bu rəndə nədir? Deyir, o sürtürlər bir. Vay, sağ ol. Yəni, sürtkeşdən keçirdirik. Rəndə nədir? Rəndə, bu dülgərdir, xarratdır, o rəndə. İndi bizim efirlərimizdə çox yerdə işlənir və mən qulaq asıra biləm, məhtəl qalıram. İndi isə rəndə götürülük, rəndələyirik filan. Mən elə bilirəm ki, əvvəl səhv başa düşürəm. Elə bilirəm ki, yəqin bu taxta şalbandan zaddan olan, həsr olmuş bir verilişdir. Sonradan görəm ki, xeyr. Sən demə, mətbəx verilişiymiş. Və hər təsərrüfatla da ona deyirdim ki, indi adını çəkmirəm. Sonradan görürəm ki, yazır, pozur, deyirəm, deyirsən, rəndələyirsən. Mən bir sizlə soruşmaq istəyirəm, Fikrət müəllim. Elə bir şey olub ki, siz obyektiv insansınız da şərh eləmisiniz, bir sözü və yaxud ifadəni işlətmisiniz və müəyyən müddət sonra başa düşmüsünüz ki, mən nə etmişəm, yəni bunu niyə işlətmişəm? Mən ifadələrə deyə bilmərəm, yox. Xatırlamırsınız yoxsa? O qədər öyrəniləsi məqamlar var, bəli, mənim də səhvlərim olub. Amma mən Azərbaycan dilinə əlimi ürəyim üstünə qoyub deyə bilərəm ki, zərər vurmamışım. Hansısa futbolçudur, böyle səhv eləyə bilərəm. Mən olub, düz görməmişəm. Yəni, bir kadrda uzaqda olub, ya nəsə, nömrəsini seçə bilməmişəm. Demişəm, filan kəsdir. Amma sonradan bilirəm ki, bu veriliş də, bu reportajda efirə gedəcək nə vaxtsa, təzədən təkrar olacaq. Səhərsi gün mən gəlib orada həmin onun adını düzəltmişəm. Yəni, bu qəbahət deyil. Tutaq ki, hansı idmançı çıxır meydana. Əvvəlcədən sən bunu tanımırsansa, Allaha şükür, indi əlimin altında internet, kompüter, nə qədər desən onun haqqında dərhal yerində, düzdür, indi bir yarım dəqiqə gecikər hardasa, məlumatı tapıb deyə bilərsən. Həmişə öyrənmək lazımdır. Məsələn, adicə bir qədər əvvəl qəni Allah rəhmət eləsin, Rafiq Hüseynov, bizim xalq artistimiz, bizim məşhur diktorumuz, o özü mənə nə qədər belə qeydlərini bildirib eləyib. Mən onda bilmişəm. Özü də ki, hələ rəhmətə getməmişdən bir hardasa bir 6-7 ay qabaq. Mən bir söz dedim ki, Rahim müəllim, bura yaxına mağazaya gedirəm. Bəlkə sizə nəsə lazım? Fikrət, mağaza yox, mağaza. Mən ona qədər elə bilirdim ki, bu mağaza heç kim də deməyib tabii. Bunu heç kim deməyib. Mən onda bilmişəm. Yəni onu da biləndə elə sevinmişəm ki mən. Deməli bu söz beləymiş. Bunu öyrənmək lazımdır.
Yəni öyrənmək qəbahət deyil, öyrənmək ayıb deyil. Bilməyib öyrənməmək ayıbdır. Norveçin Bodo Glimt klubu var. Hansı ki son zamanlar üstünə düşüblər ki, bunun üstündə Bodo yox, Budio deyə tələb. Budio, hə. Amma Qarabağ Azərbaycan klubudur. Qarabağ sözü dünyaya Qarabağ, Azərbaycandan yayılmalıdır. Amma ki ruslar bunu Qarabağ deyir. Türklər Qarabağ deyir. Həm ingilislər Qarabağ deyir. Bir formada İngilislər bir dənə UEFA dəqiq yazır. Hə, bir dənə UEFA dəqiq yazır ki, Qarabağ. Bütün ölkələr özünün içinə uyğunlaşdırır, amma bizdə bir şey var ki, biz həmin ölkə necə deyirsə klubun adını, biz də o cür deməliyik. Hansı ki biz bu klubu Bodo deyə öyrəşmişik. Budio. Yəni nə ehtiyac var ki bunu dəyişməyə? Niyə dəyişirik ki? Gəl onda başqa bir misala baxaq. Bax indi Bavariya klubu var. Bu klubun əsl adı Bayerndir. Bayern. Amma bizdə Bavariya deyil. Hətta dilimizə belə keçib də, ya ruslardan, türklərdən fərqi yox. Keçib də bir yolunu. O dilə keçən və neçə illər boyu o cür işlənən sözlər. Məsələn, varsa, onlar, mən tərəfdarı deyiləm ki, bunlar hökmən dəyişilməlidir. Əlbəttə. Onda dildə xaos yaranacaq. Onda gəlin biz Dehli deməyək, Delhi deyək. Hindistan paytaxtı Delhidir. Öz dillərində. Lissabon deməyək, Lisbon deyək. Lisboa deyək. Nə bilim, gərək Almaniya deməyək, Deutschland deyək. İngiltərə deməyək, England deyək. Yaponiya deməyək, Nihon deyək. Yaponiya deməyək, özümüzü işləşdirməliyik. Hankook deyək. O qədər belə məqamlar var ki, bunları əgər dəyişsək, mən sizə deyim, dildə hərc-mərcliyib baş alıb gedəcək. Xaos olar. Lazım deyil. Qoy belə də qalsın. Məsələn, Bavariyada işləyir. Düz indi bəziləri Bayern deyir ki, nəyə görə bu komanda? Bavariya əyalətin adı da elə Bavariyadır. Nə olsun, indi bizim dilə düşüb Bavariya kimi qoyub Bavariya. Əksinə mən sizə deyim ki, Bavariya daha belə gözəl səslənir, daha təntənəli səslənir. Bayern deyəndə bəziləri onun Leverkusen komandası ilə dəyişik salırlar. Nə olsun, qoy olsun. Amma farklı deyil ki, sizin dediyiniz kimi, onların öz ölkəsində necə işlənirsə, bizdə də elə işlənməlidir. Xeyr, mən buna razı deyiləm. Fikrət müəllim, çox qısa bir sual verəcəm və siz də elə qısa cavab versəz kifayətdir. Bu əsasən indi biz öz sahəmizdən jurnalistlərdən danışırıq. İndi aktyorlar da ora aiddir. Öz aramızda WhatsApp-da hardasa bir-birimizə mesaj yazırıq. Bu istisnadır da, öz aramızda olan bir şeydir. Amma sizcə bir insan tutaq ki, biz sizlə indi şəkil çəkdirdik və siz altdan yazırsınız, şərh yazırsınız. Məsəl üçün dostlarla görüş filan nəsə. İndi deyilən kimi komment yazın. Komment. Ora o şərhi yazırsınız, dostlarla görüş. Orada çox görmüşəm ki, elə məşhur insanlar var, nümunə sayıla biləcək insanlar. Azərbaycan dili qaydalarında, yazı qaydalarını kobud şəkildə pozur. Yenə deyirəm, o şəxsi yazışmaları çıxırıq da. Dostlar, məsələn yazır, dostlarla görüş deyin. Başa düşdünüzdə Ş hərfini S yazır. Sizcə yəni bu normal haldır, yoxsa bunu şişirtmək? Bəli. Normaldır. Deyil. O telefonda yəqin ki, onun o şriftlərində Azərbaycan əlifbası yox. Axşamınız xeyir yazırlar. Bəzən mənə də yazılır. Belə ismarışlar, nə bilim WhatsApp-da bəzi xəbərlər yazılır. Onları oxuyub qutarana qədər bu nə demək istəyir görəsən? Məsələn, Ü hərfini ingiliscə W yazırlar. Ya Ş hərfini ingiliscə W yazırlar. Bilirsiniz, hər dəfə belə elə bil ki, o şriftləri kodlaşdırırsan, eləyirsən desə, bu belə bir təsəvvür. Xüsusən də bunu sosial mediada paylaşanda çox pis görünür. Çox pis görünür. Peşəkar adam, onu demək istəyirəm. Dilin normalarının pozulması elə oradan başlayır. Bəli, yazı qaydaları. O da bir nümunədir. Yazı qaydaları. Yazı qaydalarından başlayır ki, ona yol vermək olmaz. Fikrət müəllim, sonuncu olaraq verilişimizin son hissəsində bizə gəlmiş bir dənə şərh oxumaq istəyirəm. Bununla bağlı fikrinizi soruşacağam. Deməli, rus dili ilə bağlı hansı ki rus dilinin Azərbaycanlıların öz aralarında hansı ki hər iki tərəf Azərbaycan dilində bilir və bir-birinə ifadə eləmək fikri də istədiyi fikrində rus dilinə heç bir aidiyyəti yoxdur. Yəni əlaqəsi yoxdur. Amma yenə də rus dilində danışır. Bunu bir növ tənqid edən bir video çəkmişdik, öz aramızda söhbət eləmişdik. Bizə belə bir şərh gəlmişdi. Rus dili biz Bakırlılar üçün çox doğmadır, əzizdir. Dövlət qurumlarından başqa hər yerdə evim, işim, mağazin, kafe necə yazılır belə oxuyuram. Kafe yolda gəzərkən
daxil rusca danışıram. Yəni bütün hər yerdə mən rusca danışıram dövlət işindən başqa. Hətta qızımı da 1-ci sinifdə rus sektoruna qoymuşam. Və bundan da bir an olsun peşman deyiləm, hətta qürur duyuram. Şəhərimdə türk və yaxud ərəb dilini eşitməkdənsə rus dilini eşitmək daha çox xoşuma gəlir. Ona sizin bu qeydlərinizə bizim bir klassikimiz Sabirin sözləri ilə deyə bilərdim. Öz qövmümüzün başına əngəl kələfiz biz. Biz ki buna qail olan insanlarıq, ay bərəkallah, nə gözəl canlarıq. Satiraya baxın, sarkazma baxın. Bu adama həmin bu sözləri demək lazım ki, rus dilində oxu, öyrən, heç kim sənə deyim. Mən rus ədəbiyyatını oxumuşam tələbəlikdə. Turgenevi, Çexovu, Nekrasovu, nə bilim, Gogol'u. Dünya açılır adamın gözləri qarşısında. Dünya ədəbiyyatının ən gözəl nümunələri. Yaxşı nümunələr çox. Çox gözəl nümunə. Özü Azərbaycan dilində də, rus dilində də oxumuşam. Rus dilində mənə daha çox belə sizə deyim anlaşıqlı gəlir. O mənaları, o ifadələri öz dillərində. Xüsusilə də Gogol'un, Mirzə Cəlilin mən əsərlərini oxumuşam. Gogol'un nə qədər bunun aralarında paralellər var. O sözlər, onlar adamın beynində qalır. Çox gözəl. Amma bu demək deyil ki, sən öz dilini tamamilə atasan qırağa, ondan imtina eləyəsən. Və bizdə birilərinə bir söz deyirlər də, bəlkə də bilirsiniz. Manqurt. Manqurtlaşmaq. Bax, budur, həmin onun nümunəsidir. Çingiz Aytmatov. Bu əsrdə gülüncü manqurtlaşmaqda. İndi elə bir vaxtdır ki, Bəli. Çox sağ olun Füzət müəllim. Sağ olun. Dəvətimizi qəbul etdiniz. Çox sağ olun. Gəldiniz. Bizim üçün bu çox xüsusi bir veriliş idi. Ümid edirəm razı qaldınız. Çox sağ olun. mən bir söz demək istəyirəm ki, Fikrət müəllim həmişə gənclərin yanında olur. Nə vaxt özün də görmüsən, sual vermişik, söz soruşmuşuq. Gözlədiyimdən də artıq cavab verib, kompüteri açıb, vərəq götürüb, artıqlamasını izah edib. Hətta bizim sual verməyimizi bizdən daha çox istəyir. Bilirsiniz, bu da vaxtilə məndə də belə olub. O vaxt verilişlərimiz olanda, Sovet vaxtı deyirsiniz. Rəhmətlik Valid Sənani, Allah qəni rəhmət edir. Çingiz İsmailov, Rafiq Hüseynov, bizim Aydın Əliyev, qocaman jurnalistimiz. Biz o vaxt bir veriliş verəndə, yaxud hansısa bir reportaj aparanda, mən səhər gələndə işə, onların qapısının qabağından keçəndə addımlarımı yavaşıdırdım, ayaqlarımı sürürdüm. O tərəfə keçirdim, bu tərəfə keçirdim ki, bəlkə otaqdan məni görsün. Fikrət, gəl bura neçə dəfə olub. Özüm istəyirdim ki, çağırsınlar, mənə desinlər ki, dünən reportajda belə neçə dəfə olub belə. Onların o qeydləri ilə, o sözləri ilə biz reportajları öyrənmişik. Nəyəsə nail olmuşuq. Nə bilim, indi hərdən bizdə redaksiyada deyəndə ki, ay bala, filan belə, niyə gəlmirsən? Müəllim, sizdən qorxuruq. Siz sözü elə deyirsiniz, biz artıq pərt öyrənin, qorxmayın, pərt olmayın. Pərt olmayın. Və siz bunu çox vaxt təklikdə deyirsiniz. Kimdən pərt olacaq ki? Bəli, ona da fikir vermək lazımdır ki, cəmaatın yanında bunu desən artıq pis qəbul oluna bilər. Onu bayaq o bir söz var idi, aşağılamaq. Aşağılamaq. Onu gözdən salmaq. Bəzən bilirsiniz, indi yenə də bilirsiniz, sözü çəkib gətirir. Hərdən deyirlər, bizim qələbəmizi çoxları həzm edə bilmir. Ay başınıza dönüm, qələbəni niyə həzm eləsinlər? Bu həzm eləmək bilirsiniz nədir? Başqa məna. Bunun bir tərəf hara yer çıxır? Bu nədir bu sözü efirə gətirmişsiniz? Bizim qələbəmizi, Qarabağ müharibəsində qələbəmizi bəzi ölkələr həzm edə bilmir. Gözü götürmür. Bu cür sözü qoyub həzm eləmək nədir? Bu həzm prosesi deyil sizin üçün. Bu tamam başqa bir ifadədir. Bax, belə məqamlar var. Çoxdur, bəli. Bəli, odur ki, gəlin çox uzatmayaq. Danışsaq səhərə kimi gedərik biz. Bir daha çox sağ olun. Sağ olun, uğur olsun.